Salam hörmətli izləyicilər. Şəhidin Səsi proqramının bugünkü buraxılışında biz bir igidin döyüş yolunu sizlərə təqdim edəcəyik. Bu torpaq elə oğullar böyüdüb ki, onların səsi illər keçsə də susmur. Bugün biz Ağababa Qartalı kimi tanınan İsrail Məmmədovun ailəsini ziyarət edirik. İsrail gənclik illərindən vətənə bağlılığı ilə seçilmiş və Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. İndi isə gəlin qəhrəmanımızın xatirəsinə həsr olunmuş video çarxı izləyək, daha sonra qaldığımız yerdən davam edəcəyik. Məmmədov İsrail Teymuroğlu 1963-cü il 1 avqust tarixində Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olmuşdur. Atası Teymur Məmmədov, anası Bəsti Məmmədovadır. Ailədə 5 qardaş və 2 bacı olaraq böyüyüblər. Lakin 1988-ci ildə quldur ermənilər tərəfindən öz yurd yuvalarından qovularaq Bakı şəhərində məskunlaşmışlar. İsrail Məmmədov ölkədə baş verən 20 yanvar hadisələrində iştirak etmişdir. 1991-ci ilin oktyabr ayında könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Şuşanın Kərkicahan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Döyüş yoldaşları onu mərdliyinə, igidliyinə görə Ağbaba Qartalı adlandırmışlar. Döyüş zamanı erməni quldurları tərəfindən döyüş yoldaşları ilə birgə mühasirəyə alınaraq 28 dekabr tarixində əsir götürülmüşdür. O gündən bu günə hələ də nəşi tapılmayıb. Ailəlidir, 3 övladı var. Hal-hazırda yaşadığı ərazidə adına küçə adı verilmişdir. İsrail Məmmədov haqqında kitablar çap olunmuş, jurnallar və qəzetlər dərc edilmişdir. Salam, zəhmət olmasa özünüzü təqdim edərdiniz. Mən İsmailova İpək, şəhid Məmmədov İsrailin həyat yoldaşıyam. 1991-ci ildə könüllü döyüşə getmək qərarı necə alındı və bu qərarı sizə necə bildirdi? Biz 1988-ci ildə Ermənistandan qaçqın düşmüşdük. Biz oradan qaçıb gəlsək də, gəldik Bakı şəhərində məskunlaşdıq, yerləşdik. Amma o gündən bu günə İsrail özünə gəlmirdi, müharibələr başlayırdı. Bu özünə gəlmirdi ki, mən evdə qala bilmərəm, mənim 3 uşağım olsa da mən müharibəyə getməliyəm. Ora Ermənistanın torpağı idi, biz oradan qaçdıq gəldik, amma mən burada gizlənə bilmərəm, mən burada getməyə bilmərəm. Necə olur, nə təhər olsun, mən müharibəyə getməliyəm. O vaxtı Milli Ordu dəstəsi var idi, 701 nömrəli hərbi hissədə bu getdi könüllü olaraq yazıldı ora. Ora yazıldı, 3-4 ay bunlar ora təlimə getdilər, gəldilər, gedib gəlirdilər. Sonra son gəlişi o oldu ki, dedi biz sabah gedirik Qarabağ bölgəsinə. Biz düzdür, mən atası, anası, mən biraz etiraz elədik ki, bəs sən uşaqların var, 3 övladın var, balacadır, körpədir, bəs bizi qoyub gedirsən belə elə. Dedi ki, mənə o sualları, o sözləri deməyin, necə olsa da mən ora gedəcəm. Ona görə ki, o torpağına, vətəninə, xalqına bağlı oğlan idi, çox vətənpərvər, çox igid, qoçaq bir oğlan idi o. Dedi, gedəcəm, mənə deməyin bu sözləri. Həmin günün səhərsi də getdilər səhər, burada 701 nömrəli hərbi hissədən bunlar vertolyot, bunları apardı, getdi Qarabağ zonasına, müharibə zonasına getdilər. Gedənlə də elə vuruşmuşdular, yəqin ki, onların komandirləri, zadları əmr verib, vuruşmuşdular, döyüşmüşdülər. İsrailin özü çox qəhrəman oğlan idi.
yəni igid idi. Onun o cürə vuruşmağına, o cürə cəsarətinə, gücünə, qüvvətinə görə ona Ağbaba Qartalı ləqəbi vermişdilər. Onun bizim mahalımız Ağbaba mahalıdır deyə ona Ağbaba Qartalı ləqəbi də vermişdilər. 28 dekabr, deməli 28, onlar orada getmişdi. Dekabrın əvvəlləri, noyabrın axırları. 28 dekabrda bu atam o vaxtı bizim evdə telefon yox idi. Belə əl telefonları yox idi. O vaxtı biraz çətin dövr idi. Atam gilə zəng eləmişdi ki, bəs gəlsin da yoldaşıma deyin gəlsin, danışacağam onunla telefonla, zəng eləyəcək. Atam gil mənə xəbər verdi ki, bəs İsrail zəng eləyəcək, gəl telefonla danışmağa. Mən getdim ora, o zəng elədi mənə. Günorta vaxtları idi. O zəng elədi mənə, mən buna dedim ki, bəs gəl də sən, özüm qəsdən dedim ki, balaca oğlum 1 yaş yarım idi, balaca idi, ümumiyyətcə uşaqlarım balaca idilər, heç məktəbə getmirdilər onda. Dedim ki, bəs xəstədir uşaq, gəl də səni istəyir. Özüm belə qəsdən dedim ki, ayaqqabısı da yoxdur, biz ona ayaqqabı zad almalıyıq, uşaq da xəstədir, bəlkə xəstədir, səni istəyir, gəl. Bu, mənə telefonda dedi ki, uşaqlara müğayət ol, səni Allaha, uşaqları da sənə tapşırıram, uşaqlara yaxşı bax. Git uşağa da ayaqqabı al, 31-i gecə də olsa, nə tər olur olsun, dekabrın 31-i mən evə gələcəm, qaydacam evə. Döyüşə yollanmadan öncə dediyi son sözlər yadınızdadırmı? Döyüşə getməməzdən öncə təbii ki, bizim söhbətimiz, danışıqlarımız olmuşdu. Mən onun getməsinə biraz etirazımı bildirdim ki, bəs getmə də, uşaqların var, balacadılar. Biz özümüz qaçqın, köçkün gəlmişik, hələ şəhəri o qədər bilmirik, kənddən gəlmişdik, şəhərlə o qədər anlayışımız yox idi, bəs çətin olacaq da mənə. O mənə qayıtdı dedi ki, yenə dediyim kimi mənə qayıtdı dedi ki, mən ora getməliyəm, mən burada heç cürə özümə yer tapa bilmərəm, orada müharibə gedir, bizim torpaqlarımız alınır, bizim vətəndaşlarımız ölür, mən qala bilmərəm. Evin var, səni Allaha, uşaqları sənə tapşırıram. Narahat olma, mən ölməyəcəm, ölməyə getmirəm, mən öldürməyə gedirəm. Mən qaydacam geri. Mənə tapşırıq oldu ki, uşaqlara yaxşı bax. Heç nədən qoyma ki, oruq çəksinlər. Evlərimiz adımızda biraz remontsuz idi, heç nəyə dedi, əl vurma, heç bir şey eləmə. Mən özüm gələcəm, mən ölməyə getmirəm ki, mən öldürməyə gedirəm, mən qaydacam. Uşaqlara yaxşı bax, uşaqları sənə, sən də Allaha tapşırıram. Mən sənə inanıram, güvənirəm və səni arxada qoyub gedirəm. 28 dekabr əsir götürüldüyü xəbəri sizə necə çatdı? Nəsə bununla danışdıq, sağollaşdıq, gəldim evə. Evə gəldim, 31-i bu gəlmədi. Mən onda anamla məktəbdə işləyirdim, 49 nömrəli məktəbdə işləyirdim. Məktəbə gedəndə gördüm ki, müəllimə qəzet gətirdi, gəldi əlində. Dedi, İpək xanım, xəbərin var məlumatdan? Dedim ki, yox, nə xəbər? Dedi, qəzetdə çıxıb sənin yoldaşı. Qəzetə veriblər, qəzetdə çıxıb. Mən bir an olsun biraz ürəkləndim, belə sevindim, sevinən kimi oldum ki, bunlar cəsarətli, qəşəng döyüşdüklərinə, vuruşduqlarına görə, igidliyinə görə yəqin İsraili qəzetə veriblər. Mən belə başa düşdüm. Qəzeti tez götürdüm, həmin bax bu qəzetlər götürdüm əlimə, baxdım qəzetlərdə başqa cürə yazılıb. Şuşanın dağlarının başı duman, nə bilim, hardasan İsrail, İtkin İsrail, belə baxanda çaşdı. Düzü dilim topuq vurdu ki, bu nə deməkdir? Mən başqa şey fikirləşirdim. Burada qəzetlərdə başqa şey çıxıb. Nəysə qəzeti götürdüm, biraz oradan, biraz buradan. İnsan necə olar, nətər olar adam. Qəzeti götürdüm, gəldim düz
qaynatamgilə evə gəldim ki, bəs xəbəriniz var, xəbərlərdən baxın, İsrail yoxdur, İsrail için düşüb. Bax, qəzetləri gətirdim. Hardasan İsrail, için düşüb bu, yoxdur bu adam. Nəsə evdə atası, anası necə olar, sizcə necə olar da aləmdə idi bir-birinə, hamı qarışdı bir-birinə. Getdik, gəldik, bəzi yerlərə müraciət elədik. Hətta Ağdama qədər getdik, çıxdıq biz. O vaxtı rəhmətlik Allah verdi Bağırov, bizim milli qəhrəmanımız var idi. O belə itkin şəhidlərlə maraqlanırdı ki, bəlkə bunlar əsirlikdən dəyişdirmək zad olurdu da, belə bir şeylər elirdi. Biz oradan getdik, çıxdıq, orada müraciət elədik, dedik, nə bilim, nazirlik, müdafiə nazirliyi, ora, bura, hər yerə məlumat verdik. Kimisi dedi, bunlar əsir götürüblər. Bunlar vuruşan vaxtı, bunları əsir götürüblər. Bəzisi dedi ki, yaralanıb, orada ölüb. Bəzisi dedi ki, biz özümüz üçün hərəmiz əlimizdə patron saxlamışdıq ki, müharibəyə ermənilərə əsir düşməmək üçün özümüzü öldürək. Yəni, hərə bir söz dedi. Başqa-başqa adamlardan, başqa-başqa onlarla vuruşan uşaqlardan, əsir düşən uşaqlar da gəldi. Əsir düşənlərin biri də özünün əmisi oğluydu. Onlar da gəldi, heç biri dediyi söz bir-birindən uyğun gəlmədi. İsraildən bir dəqiq xəbər, məlumat bizə deyən olmadı. Bir dənə o xəbəri, o məlumatı bizə dedilər ki, İsrail çox cəsur idi, çox qəhrəmancasına vuruşurdu, qorxusu yox idi, ayaq üstə vuruşurdu, o erməninin üstünə ayaq üstə gedirdi. Yəni, cəsur idi, qorxmurdu, çəkinmirdi heç nədən. Biz ona deyirdik ki, yat, aşağı əyil, yat, vurulacaqsan, bu ayaq üstə vuruşurdu. Nəysə, bax, bəzi şeylər oradan, buradan, ondan, bundan, hərə bir cürə sözlər dedi, hərə bir cürə bizə dedi. O vaxtdan bu vaxta da hələ biz İsraildən bir xəbər almamışıq. Almamışıq deyəndə necə? Yəni, İsrailin o vaxtdan ölüm tarixini bəlli elədilər. O vaxtdan sonra bizə onun ölüm xəbərini verdilər. Ölüm vəsiqəsini verdilər bizə öldüyü barədə 28 dekabrdan Şuşada, Kərkicahan uğrunda gedən döyüşlərdə ona o vaxtdan bizə verdilər ölüm kağızını. Amma nəhayət ki, bu günə kimi biz hələ onun nə işini ala bilməmişik. Nə işi hələ bu günə kimi yoxdur. Ailə içində münasibəti necə idi? Ən çox hansı xüsusiyyətləri ilə yadda qalır? İsrail çox ailəcanlı oğlan idi. Çox ailəsinə bağlı, səmimi oğlan idi. Yəni, o istəməzdi ki, kiminsə qəlbini qırsın, kiminsə incitsin. Düzdür, biz çox uzun müddətli ailə olmadıq. Amma ailə olduğumuz sırada mən onun bir dənə ağır sözünü, bir dənə sözündən incimədim, yəni incitmədi. Bəlkə də axırı belə olacaqdı deyə o məni heç vaxt incitmədi ki, mən o bir şeyləri yadımda qalsın ki, bu mənə qarşı belə idi, elə idi. Çox səmimi idi, çox mehriban idi, ailəsinə çox bağlı idi. İsrail elə bir oğlan idi ki, nəsildə, öz nəsillərində onu ağsaqqal kimi tanıyırdılar. O bütün elə bil ki, nəsillərinin ağsaqqalı idi. Nəyin ki, ailəmizin. Nəsillərində hamı nəsə iş görsə, İsraillə məsləhətləşirdi. Kimin nə işi olsa, İsraillə məsləhətləşirdi. Yəni, bir ağsaqqal kimi nəsilədə örnək idi o. Nəsilədə ağsaqqallıq edirdi və ailəmizdə də uşaqlarına bağlı, mehriban qoymazdı biz çətinlik çəkək. Heç bir çətinliyi qoymazdı. Olsa da bizə bildirməzdi. İsrail məni lap uşaq vaxtından istəyib. Yəni,
az yaşımız olan vaxtdan istəyib, elə o istəyinə də nail olub, alıb, evlənmişik. Evləndiyimiz sürəcədə də yəni, çox səmimi bir oğlan olub. Ailəsinə bağlı, uşaqlarını sevən, ailəsini sevən, yəni çox səmimi, mehriban bir oğlan olub. Mən o xatırımda, yadımda onun mənə olan isti məhəbbəti, səmimiliyi, onun sədaqəti, onun mehribançılığı mənim qəlbimdə qalıb. Yəni, o da mənim qəlbimdədir. Mən İsraili o cürə görmüşəm, o cürə də qəlbimdə saxlamışam. Bu illər ərzində ən çox ümidinizi itirməməyinizə səbəb nə oldu? Deməli, bu illər ərzində ümidimi itirməmək nədən olub? Az il deyil, hardasa bir 34-35 ildir İsrail yoxdur, yəni bizim həyatımızda yoxdur. Amma o hər an, hər dəqiqə, hər saniyə bizim qəlbimizdə olub. Mən ümidimi itirməmişəm ona görə ki, mən ona güvənirdim, mən ona qoçaq, mərd, igid bir oğlan bilirəm. Heç vaxt ümidimi itirməmişəm. Ümidimi itirməməkdə də mən həyatla mübarizə aparmışam. Həyatda istəmişəm ki, uşaqlarım, balalarım heç nədən kədər qalmasın. Həmişə ümidlə yaşamışam və balalarıma da ümid vermişəm ki, atanız müharibədədir, gələcək. Mən heç vaxt deməmişəm ki, atanız rəhmətə gedib, atanız ölüb. Mən həmişə uşaqlarıma balaca olanda demişəm ki, atanız müharibədədir, gələcək. Ümidimi itirmirdim, bu günə qədər də itirmirəm. Mən yenə də fikirləşəndə, yatanda, qalxanda fikirləşirəm ki, bəlkə İsrail hardansa gələr. Bəlkə İsrail sağdır. Bu bəlkələrlə yatmışıq, bəlkələrlə durmuşuq və bəlkələ ümidimi itirməmişəm ki, bəlkə İsrail gələ bilər. Ona görə həmişə ümidlə yaşamışam. Ümidlə gözləmişəm yolunu. Günü bu gündə mən deyirəm, bəlkə İsrail gələr. Bəlkə İsrail gələr. Övladlarına da heç vaxt onun ölümünü deməmişəm. Daha ki, özlərini qanınca. Mən həmişə deyirdim ki, atanız müharibədədir, gələcək. Ümidimi itirmirəm, yenə də itirmirəm. Ona görə ki, İsrail qoçaq oğlan idi, mərd oğlan idi, igid oğlan idi. O, ölən oğlan deyil idi də. Mən heç gözümün qabağına gəlmir ki, İsrailin kürəyini kimsə yerə vura, kimsə İsrail ölə, həyatda yox ola. Mən onu heç vaxt da həyatda yox kimi bilməmişəm. Bu gün də mənim ümidim var. Ümidlə yaşayıram ki, İsrail kimi həyat yoldaşım var, 3 dənə balam var. Onlar üçün həmişə ümidlə yaşamışam. Onu bu qədər cəsarətli edən nə idi? Sizcə bu gücü hardan alırdı? Onu bu qədər cəsarətli edən bilirsiniz nə idi? Onu cəsarətli edən xalqına, dövlətinə, torpağına bağlılığı idi. O çox vətənpərvər idi, çox millətpərəst idi. Ona görə o çox cəsarətli oğlan idi. O cəsarəti də onun dövlətinə, xalqına, torpağına, vətəninə bağlılığından gəlirdi. Ona görə o elə şeylərlə cəsarət alırdı, qürur alırdı, nə bilim, güc alırdı, qüvvət alırdı. Çox təsibkeş oğlan idi, çox millətçi oğlan idi. Millətinə çox bağlı, xalqına çox bağlı idi, vətənini çox sevirdi İsrail. O cəsarəti, gücü, qüvvəni də mən elə gəlir ki, elə ondan alırdı. Onun adının bu gün yaşadığı ərazidə əbədiləşdirilməsi sizin üçün nə ifadə edir? Onun adının əbədiləşdirilməsi mənim üçün qürur mənbəyidir. Mən onun adını, məsələn, küçə adı verilməsi ilə, onun haqqında belə qəzetlərin, jurnalların, kitabların çıxması ilə bağlı mən qürur hissi keçirirəm.
Bizim evimizin önünə də onun barelifi vurulub. Mən girəndə, çıxanda ona baxıb fəxr edirəm ki, mənim uşaqlarımın belə bir atası var, qəhrəman, cəsur, igid. Yəni, belə bir şəhidin xanımı olaraq, şəhidin adını daşımağıma, onun ünvanında yaşadığıma görə fəxr edirəm, qürur duyuram. İsrail bizim qürur mənbəyimizdir, fəxrimizdir, başımızın tacıdır. Biz heç vaxtı onu bir dəqiqə olsun nə unutmuruq, nə unutturmuruq, nə də yaddan, qəlbimizdən çıxartmırıq. Mən fikirləşirəm ki, şəhidlər o vaxtı ölər ki, onlar unudulanda ölər. Şəhidlər ölmür. Şəhid Məmmədov İsraildə bizim qəlbimizdə həmişə yaşayıb, yaşayacaq, evimizdə olub və olacaq. Bizim üçün o fəxrdir, qürur mənbəyimizdir. Dilimizin uzunluğu, başımızın ucalığıdır İsrail. Şəhid yoldaşı olaraq bizim vasitəmizlə gənclərə nə demək istərdiniz? Bu çox gözəl sualdır. Mən bir şəhid xanımı olaraq, mənim də evdə 3 oğlum var, 3 oğul böyütmüşəm və oğlanlarımın oğlanları var. Gənclərə tövsiyəm bu olar ki, hamısı cəsarətli, İsrail kimi, bizim şəhidlərimiz kimi cəsarətli, qürurlu, vətəninə, xalqına bağlı olmağını istəyərdim. Mən fürsətdən istifadə edib sizin vasitənizlə bütün gənclərimizə deyirəm ki, bizim şəhidlərimizə baxsınlar, örnək götürsünlər. Xalqını sevsin, vətənini sevsin, torpağını sevsin. Onlar kimi onlara baxıb fəxr eləsinlər. Yəni, tövsiyəm bu olar ki, şəhidlərimiz kimi olsunlar. Qeyrətli, cəsarətli. O vaxtı onları, bizim şəhidləri heç kim götürmürdü qolundan tutub. Onlar özləri xalqını, vətənini, torpağını istəyib könüllü gedirdilər. Dayanmırdılar, vaynkamatlar, maşınlar onları tutmurdu. Hamı cəsarətlə, qürurla müharibəyə gedirdi ki, bizim torpaqlarımız alınmasın, torpaqlarımız işğal altında qalmasın. Mən o gənclərə bizim şəhidlərimiz kimi olmağı arzu eləyərdim. Bunu Qədir Aslan yazıb. Qədir Aslan. Səbailin Şahin oğulları. Onlardan da biri bax İsrail Məmmədovdur. Sonra bax ona ki deyirəm ləqəb qoymuşları Ağbaba Qartalı Kərkicahanda şəhid oldu. Buna Ağbaba Qartalı ləqəbi vermişlər. Sonra bunlar burada döyüşüb gəliblər, bu oğlanların hamısı şəhid olub. Döyüşüb gəliblər, burada dincəlirlər. Bax, bu İsrail budur. Bax, bu İsraildir. Döyüşdən gəliblər, oturublar torpağın üstündə, dincəlirlər. Sonra için düşən vaxtı təzə qəzetlərdən biri də bax buydu, Şuşanın dağları başı dumandı. Bax, haradasan İsrail, həmin bu qəzeti almışdıq, onun için düşən qəzeti budur. Mən çox çətinliklə bunları saxlayıram, qəzeti saxlamaq. Nə bilim, bax, belə də bax İsrailin, sonra bax burada yazıblar, o birisi qəzetdə zəhmət olmasa. Burada da İsrail haqqında yazıblar. Burada yenə çıxıb o vaxtı biz ki İsraili axtarırdıq. Elə qəzetlər yazırdı, yenə də yazıblar, bax, haradasan İsrail. O vaxtı bu için düşmüşdü, biz bunu axtarırdıq, yox idi. Bu əskərlik dövründəki olan, əskərlik dövründə də bu çox cəsarətli, düzdür, Sovet dövründə bu qulluq eləyib, əskərliyi xidmətini.
çox cəsarətli, qürurlu, vətənpərvər, onda da çox milliyyətçi bax bir oğlan olub. Qəlbimdə hələ mənim onun cavanlıq dövrləri mənim qəlbimdə. Mən onun yaşlanmasını, qocalmağını görməmişəm. Mənim qəlbimdə qalan onun cavanlıq dövrləri. İsrail Məmmədovun taleyi bu gün də bir ailənin, bir xalqın ürəyində açıq qalan yaradır. Şəhidin səsi susmur, çünki vətən uğrunda ölənlər heç vaxt unudulmur. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Növbəti buraxılışlarımızda başqa bir qəhrəmanın döyüş yolunu işıqlandırmaq ümidi ilə. Sağ olun, salamat qalın.